Salam, hər vaxtınız xeyir. Bugün çox dadlı türk paklavası hazırlayacağım. Gəlin birlikdə bu türk paklavasını hazırlayaq. Hazırlanma qaydası çox asandır. Çox asan başa salacağım sizi və mütləq hazırlayacaqsınız, hazırlaya biləcəksiniz. Əvvəlcə mən ərzaqları, yəni 350 qram yağı əridirəm. Paklava üçün bildiyimiz kimi yağı əritmək lazımdır mütləq. Sonra hansı ki hazırlayacağım qaba 3 stəkan şəkər və 2 stəkan su əlavə edirəm. Bir qalın dilimdə limon sıxıram və yaxşı qaynadıram həlim salana qədər. Daha sonra 400 qram qozu gördüyünüz kimi bax bu şəkildə çox xırda olmayacaq şəkildə mən blenderdən keçirirəm. Bunlar hazır olduqdan sonra keçirəm xəmirə. Xəmiri üçün 6 stəkan undan istifadə etdim. 100 qram duru yağ, 1 çay qaşığı duz, 1 yumurta və əvvəlcə 1 stəkan suyu tökürəm və xəmiri yoğururam. Xəmir bərk xəmir olmalıdır. Görürəm ki, un çox qaldı. Ona görə də lazım olan qədər, sizlər də lazım olan qədər az-az suyu töküb möhkəm belə bərk xəmir yoğurmaq lazımdır. Xəmiri də yoğurduqdan sonra harca 7-8 dəqiqə mən yaxşı yoğururam. Daha sonra qoyuram, 15 dəqiqə gözləyirəm. 15 dəqiqə keçdikdən sonra xəmir biraz yumşalır. Gördüyünüz kimi, bayaqki kimi bərk deyil. Balaca kündələrə mən bölürəm. Kündələrim hardasa 15 ədəd oldu. Bu kündələri mən qoyuram nişastanın içərisinə. Bir qabın içərisinə nişasta əlavə eləmişəm. Nişasta hardasa məndə burada 300 qramdır. Bunun heç hamısında istifadə etməyəcəm. Sonra kündələri bir-bir nişastanın içərisindən götürürəm. Bu şəkildə boşqab böyüklüyündə belə açıram. Açdıqdan sonra başqa bir qaba yerləşdirirəm. Gördüyünüz kimi üzərinə bir dolu çay qaşığı nişasta əlavə edirəm və hamısının arasına nişastanı mütləq bu şəkildə əlavə etmək lazımdır ki, xəmirlər bir-birinə yapışmasın. Bir də ki, nişastanı daha sonra çox istifadə etməyəcək, səbəbini də mən sizə deyəcəm. Bu şəkildə kündələrin hamısını bu şəkildə edirik. Üzərinə nişasta əlavə edərək. Hamısını etdikdən sonra üzərinə hava keçməyəcək dərəcədə belə əvvəlcə salafan vasitəsilə, sonra üzərinə çay dəsmalı salıram və 45-50 dəqiqə gözlədirəm. Ən azı 45-50 dəqiqə gözlətmək lazımdır. Əgər vaxtınız olmazsa, daha çox da gözləsəniz yaxşı olar. Daha sonra mütləq əvvəlcə 2 ədədini götürürəm. Görürsünüz bu şəkildə yayıram. Yayılması çox asandır. Yəni unla nişastanın fərqi elə bundadır. Nişasta yuxanı daha nazik və daha tez yayılmasına köməklik edir. Görürsünüz 2 dənə yuxa daha tez yayılır. Edə biləcəyim qədər yuxanı çox nazik şəkildə edəcəm. Yuxa yayan xanımlarımız bizim çox gözəl yuxalar yayırlar. Gördüyünüz kimi mən artıq bura nişasta əlavə etmirəm. Elə əvvəlcə əlavə etdiyim nişastanın üzərində bu şəkildə yuxaları yayıram. Əgər çox nişasta əlavə edəriksə, onda paklavanın dadında nişastanın tamı gələcəkdir. Ona görə çox nişastadan istifadə etmək lazım deyil. Burada gördüyünüz kimi yuxanın biri böyük, biri isə kiçik alındı. Ona görə kiçik alınan yuxanı əvvəlcə bu şəkildə yayıram. Daha sonra ikisini də bir yerdə yaymağa başlayıram. Bildiyiniz kimi necə ki yuxanı yayırsınız. Mən dediyim kimi gördüyünüz ki biri balacadır, biri böyük. Onda əvvəlcə kiçik olanı biraz yayın, böyüyün razmerinə çatdırın. Daha sonra ikisini də bir yerdə yaya bilərsiniz. Yəni yuxa yaymaq çox çətin deyil. Görürsünüz artıq nazikləşibdir. Biraz da mən yayacağım. Mənim soba qabım biraz böyükdür, yəni yumru şəkildə deyildir. Ona görə də biraz da yaymaq lazımdır. Əgər gördünüz ki, yuxanız getdikcə çox nazilir və cırılır, onda biraz nişastadan əlavə edə bilərsiniz. Yenə dediyim kimi nişastadan çox istifadə etməyin. Bu şəkildə görürsünüz necə nazik olur. Və gördüyünüz kimi yenə də ayrıca bu yuxanı yayıram. Daha sonra əgər qırışlar əmələ gəlirsə, əliniz vasitəsilə də aça bilərsiniz. Gördüyünüz kimi yuxa heç də yapışmır. Bunun səbəbi nişastadır. Nişasta çox gözəl yuxanın yayılmağına kömək edir.
Burada demək olar ki, artıq hazırdır yuxamız. Ona görə də artıq daha yaymıram və qabı götürürəm. Bu şəkildə soba qabını bu şəkildə bir-bir bu şəkildə sərirəm. Qabı da yağlamağın ehtiyac yoxdur. Bir də kənarlarını mən kəsmirəm. Bu şəkildə qatlayıram içəri. Amma sonrakı yuxalarda mən içəri qatlamayacağam. Çünki hər dəfəsində belə qatlasaq kənarlar hündür, orta isə nazik olacaqdır. Gələn dəfəki yuxalarda mən kəsib orta hissəyə əlavə edəcəm. Yəni bir dəfə kənarlarını qatlayacağam, kəsməyəcəm. Bir dəfəsində də kəsib orta hissəyə əlavə edəcəm. Belə etdikdən sonra qozu artıq bura əlavə edirəm. Mən hər iki yuxadan bir qoz əlavə etdim. Yəni 2 yuxanı sərirəm, üzərinə qoz əlavə edirəm, yenə 2 yuxanı sərirəm, üzərinə qoz əlavə edirəm. Bu şəkildə yenə də 2 yuxa götürdüm. Yenə də nazik şəkildə yayacağam. Gördüyünüz kimi əvvəlcə oxlovu mən ən çox yuxaların kənar hissələrindən basmaq lazımdır ki, kənar hissələri nazilsin. Əgər orta hissəsindən basarıqsa, onda orta çox naziləcək, kənarlar isə qalın qalacaqdır. Ona görə də birinci çalışın ki, kənarları əvvəlcə əzəsiniz, uzadasınız. Yenə bu şəkildə 2 yuxanı yayıram, üzərinə örtürəm qozun və görürsünüz bu dəfə kənarları kəsirəm və orta hissəyə qoyuram. Çünki əvvəlki yuxaları sadəcə qatlamışdım kənarlarını. Belə bu şəkildə orta hissəyə qoyuram. Çox asandır. İnanın çox ləzzətli olur. Mütləq hazırlayın. Və yuxanı, paxlavanı bişirdikdən sonra əgər paxlavanız artıq qalarsa, soyuducuda, dondurucuda saxlaya bilərsiniz. Daha sonra lazım olanda çıxarıb paxlavanı mikrovalnovkada qızdırıb yenidən yeyə bilərsiniz. Yəni bu paxlava belədir. Bu şəkildə etdim və üzərinə yenə də qozu əlavə edirəm. Artıq yerdə qalan xəmirin hamısını, kündələrin hamısını bu şəkildə edəcəm. İndi isə sadəcə üst hissəsinə keçirəm. Üst hissədə 3 ədəd görürsünüz, 3 ədəd götürmüşəm. Çünki artıq axırıncı laylardır. Üzərinə burada qoz səpməyəcəm. Bu da ona görədir ki, üst hissədə paxlava bişdikcə xəmir burada qəşəng aralanır, xırt-xırtlı olur. Görürsünüz burada nazikliyini görürsünüz, nə gözəl nazik alınır. Və bu şəkildə də nazik olduqdan sonra əvvəlcə 2 ədədi eyni şəkildə, eyni qayda ilə sərirəm sobanın üzərinə, paxlavanın üzərinə. Axırıncı yuxanı ayrıca sərəcəm. Ayrıca sərdikdən sonra kənarları kəsirəm və yenə də orta hissəyə qoyuram. İndi sizə göstərəcəm axırıncını necə edirəm. Bu isə axırıncı yuxadır. Gördüyünüz kimi axırıncı yuxa daha böyükdür ki, sobanın hər yerinə çatsın. Bu şəkildə biraz böyük şəkildə kəsirəm kənarlarını. Ona görə ki, kənarları içəri şəkildə qatlayacağam. Ona görə və kəsdiklərimi də yuxanı qaldırıram. Alt hissəyə düzürəm yuxaları. İndi sizə göstərəcəm. Kəsdim bu şəkildə. Yuxanı qaldırıram. Alt hissəyə yerləşdirirəm. Bu şəkildə. Və hər 4 tərəfə bu şəkildə də belə içəri qatlayıram. Ki, səliqəli görünsün. Spatula vasitəsilə bu şəkildə içəri qatlayıram. Bir tərəfini də sizə göstərəcəm indi. Necə edirəm. Bu işləmi də görüb qurtardıqdan sonra artıq keçirəm paxlavanı kəsməyə. Mən öz paxlavamız şəklində kəsdim. Necə istəyirsinizsə kəsə bilərsiniz. Arzu etdiyiniz kimi kiçik kvadratlar şəklində və ya başqa bir şəkildə kəsə bilərsiniz.
Bıçağın çatacaq yerinə qədər kəsirəm. Daha sonra soba qabını çöndərib indi kəsilməyən yerlərini kəsirəm. Daha sonra yenə paxlava formasında bu şəkildə axıra qədər kəsirəm. Mən burada xəttkeşdən istifadə etdim. Arzunuz necə arzu edirsinizsə kəsə bilərsiniz. 3 sm-dən 4 sm-dən belə edə bilərsiniz. Mən burada 4 sm-dən istifadə etdim. Uzunu 3 sm, eni isə 4 sm götürdüm. Daha sonra əritdiyimiz hansı ki soyuyan kərə yağını bura əlavə edirəm. Elə edək ki, bura tortası tökülməsin. Əgər tortası tökülərsə onda yaxşı alınmaz. Artıq sobanı 190 dərəcədə qızdırmışdım. Alt üst hissəsini üzəri biraz qızardıqdan sonra isə 160 dərəcədə bişirməyə davam edirəm. Daha sonra tam bişdikdən sonra çıxarıram. Üzərinə şirəsini əlavə edirəm. Paxlava burada ilıq şəkildədir, şirəsi isə isti şəkildədir. Şirəni əlavə etdikdən sonra 3-4 saat gözləyirik və daha sonra servis edə bilərik. İzlədiyinizə görə təşəkkür edirəm.